Davam edir, hörmətli tamaşaçılar. Mobil telefonda və ayaqqabılarda gizlədilmiş qızıl külçələr aşkar olunub. Hava nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində deməli, qızıl külçələri mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Şarja Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10.800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi və digər mallar aşkar olunub. Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan body scan cihazı vasitəsilə yoxlama həyata keçirilib və nəticədə həmin şəxsin ayaqqabılarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefon korpusundan xüsusi üsulla gizlədilmiş ümumilikdə 90 qram qızıl külçə aşkar olunub.